Salam, hər vaxtınız xeyir olsun mənim əzizlərim. Avqust ayından sonra yenə mən öz yemək bloklarındayım. Artıq başladım yeməklərimi bişirməyə. Gördüm, çox istəyirsiniz, dedim mən də bişirim. Və bir başlayaq görək bu show biznesdə nələr baş veribdir bu avqustdan bu tərəfə, nələr var, nələr yox, kimlərlə danışmaq lazımdır, kimləri söhbətini eləmək lazımdır. Mən də bu günlərim yenə öz ampulamdayam, doyğamı bişirməyə başlayacağım indi. Hal-hazırda, bax, ocağım belə yanır, Allah həmişə sizin ocağınızı yandırsın. Bu arada qabaqdan da oruçluq ayı gəlir, oruçluq ayını daha çox pişiriş eləyəcəm. İndi isə bu günlərim ilk bişirəcəm. Yemək sizin istəyinizlə doyğu oldu. Və deyin görüm doyğanı kimə göndərim? Əvvəlcə kameranın arxasında dururdu Roma, indi durur isə Emin. İndi deyəcəksiniz ki, Emini göstər. Hələ Emini göstərməyəcəm, çəkilişlərimiz davam edəcək. Və doyğadan da ağzımızın, burnumuzun suyu axacaq. Başladıq. Deməli, 20 litr qatığın doyğasını bişirdim. Hər litrə bir yumurta vururam mənim əzizlərim. Doyğa əslində çox asan bir yeməkdir, amma onu da sevərəkdən bişirmək lazımdır. Bütün yeməklərə sevgi qatmaq lazımdır, onda tamda olur. İndi doyğanın qatığı tökmüşəm. İndi yumurtanı tökürəm. Bu ocağın yanından çıxanınca birbaşa hamama girmək lazımdır. Bütün hissəm iyi bir bilənəcəm. Amma hisli doyğanın tamı başqa olur. Bunun tamı çox gözəl olur. Mən doyğanı sevirəm. Siz bilirsiniz, mən doyğanı pomidorla yeyirəm. Yoxlamısınız pomidorla doyğa necə dadır? Ay Allah, bir gözəl dadır. Qırmızı pomidorla doyğa. İndi çəkilişdən sonra burada yiyəcəm. Ay Allah, ölürəm. Soğan, qəşəng belə soğanı ədirsən, pomidorla, soğanla yeyirsən. Elə tamlı olur, elə gözəl olur. Bu arada banka turşularım da gəldilər. Çox sağ olsunlar. Telefonlarımız dayanmır. Çox göndərirlər pomidor turşuları mənə. Pomidor turşunun sonunda açıqlamasını verəcəm. Bu nə idi və nə baş verəcəkdi? Sonunda açıqlamasını verəcəm Allah qoysa. Hələ ocağımız yanında qoy görək, birədən samavar da qaynadacam burada. Bəh, nə gözəl. Bu arada mən hardayam? Məşdağada, Adil dayıgildə qonaqlıqdayam. Oo, yandıq öldü. Ay Allah! Uy! Toyva yandım, yandım. Gözlərinizə şiş batsın, yandım. Altıma bir dənə belə bir kötük koymuştum, o da az qaldım yıxalamayana. Bu arada istəyirəm biraz show biznesdən danışım. Show biznes. Samavarımız da qaynayır burada. Bu yaxınlarda biraz Tacir müəllimin mən şaham sözünə bir çox xalq artistləri, bir çox insanlar başladılar öz fikirlərini bildirməyə. Qardaş, şahdır da bu kişi, niyə qəbul etmirsiniz? Tacir sənətkardır və sənətinin də sənətkarıdır. Tacir müəllimi mən çox istəyirəm, onun sənətinə böyük hörmətim var. Gərək sənətkarın haqqında deyəsən ki, həqiqətən də sənətkardır və Azərbaycanda da maşallah cavan kadrlar da günü-gündən başlayır, çoxalır, müğənnilər çoxalır. Hamısını da çox istəyirəm, hamısı da istedadlıdırlar. Bir parça çörəklərini qazanmaqdan ötəri əziyyət çəkirlər, işləyirlər. Yəni ki, toyunuza çağırın, hamısına xeyir verin, qazandırın, dolandırın. Lazımdır. Qoy pulu bizim qızlarımızdan özləri yesinlər. Sonra da Əminə Şirin badəm, nə bilim nə, bu haqda belə bir şeylər getdi. Və işin də xiridarı çıxdı, cavab verdi. O da qəşəng danışdı, mənim xoşuma gəldi. O kişini mən çox xoşlayıram. Və Əminə də çox istedadlı, çox yaxşı sənəti var Əminənin. Əminəni də mən çox istəyirəm. Amma Tacir illərdir sözünü demiş böyük sənətkardır. Əminə düşünürəm ki, Tacirin sənətindən danışmayıbdır. Bir mahnı üzərində qalmaqal olubdur. Bu YouTube-u çıxardanın, bu YouTube-dan şikayət eləyənin, bu mahnıları sildirənlərin, belə görüm ataba, bax belə şeylər. Yəni ki, bu mahnı sildirmək nədir? Bax, mənim də bu Hikmət mahnımı sildirdi. Mən də zarafatla demişdim, ay Hikmət gözün çıxsın. O da çıxdı ki, sən mənə niyə deyirsən gözün çıxsın? Mən deməklə sən gözün çıxandı. Allah sənə göz də verib. Gözəl istedad da verib. Sənin mahnılarından tanınmışam mən. Məndən niyə küsürsən? Səni çox istəyirəm.
Bu öz aramızda gene bir tane mahnı çıxardıbsa, istəyirəm onu oğurlayıb oxuyum. Nə deyirsən Hikmət? Bu arada Azərbaycan mətbəxi bilirsiniz, bizim mətbəximiz çox zəngindir. Düzdür, müasirləşmişdik, nə bilim, qazda pişirdik, nə də pişirdik. Amma bu ocaq var, ha, bu ocağın tamını heç nə verə bilməz. Bunda olan tam, duz, ləzzət, bunda olan, necə deyim, o döyğanı yiyirsən ki, o belə yağ kimi ya, bax, onu heç nə verə bilməz. Bir boy pover gəlsin, ondan dururam mərcək. Görüm, o yaxşı pişirər, ocaqda yoxsa mən. Yəni, əlin də düz olmalıdır, ha. Yeməyi pişirdinsə, əlinin düz olmalıdır. Bəzən hərdən deyirlər ki, ay sənin əlinin duzuna, bu nə yeməkdir pişiribsən. Amma mənim əlimin duzu da yaxşıdır. Belə, dilimin də sözü də kəsərlidir, əlim də duzludur. Yeməyim də həmişə tamlı olur. İndi artıq döyğamız demək olar ki, pişibdir. İndi bu dəqiqə bu döyğadan belə bir qəşəng bir boş qaba qoyacağım. Bir qaşıq bir yiyəcəm belə. Amma nə qədər xahiş edirəm, ağzınızın suyu axmasın. Bilirəm, döyğanı mən həmişə pişirəndə hamı istəyir. Ay Ramil doktor, bu dişlərimdə də qutarsın, danışa bilmirəm. Böyük problem var danışığımda, toba. Bu arada uşaqlar, o dişlərin də videoları qəşəng hazırlanmışsınız. Ha, paylaşıyıq onu da. Axşam da belə şeylər elədim, belə şeylər. Mətbuat partlayacaq, belə bir açdım, töydüm gələ axşam. Axşamki qızara. Doyğanı bulayan qızara, hə? Emin, düzdür? Şəlaxa, doyğanın tamına baxaq. Səncə pişər? Getdi həriyə bir balon. Görək kimlərə qismət olacaq bu doyğadan, kimlər yiyəcək? Kimlər nuş eləyəcək? Bu arada nuş olsun. İkinci yeməyimizin bloqunu çəkəcəyik. Nə? Yemək istəyən gəlsin Məşdağıya. Doyğanın 1 litri 200 dollar. Kim istəyir? Bir banka göndərim. 1 litri 200 dollar. Mənim əzlərim bu arada doyğalarım hazır oldu. Bişdi. Bankanı doldururam. Aldı görək nə dedi. İndi yazacaqlar ki, mənim zadım təmizdir, hə, toy var. Qazanın dibi. Qazanın dibini yiyənin həmişə toyunda yağış, qar, boran yağır. Vəssalam.